55 yaşdan yuxarı bütün şəxslərə şad xəbər. Pensiya ilə bağlı yeni qərar əmək pensiyaları haqqında qanuna edilən yeni dəyişikliklərə əsasən güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşın, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Xəbər xəbər verir ki, ötən gün bu dəyişikliklər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi. Qanunvericiliyə əsasən əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar. Azərbaycanda pensiyalar ildə bir dəfə indeksləşdirilsə də, inflyasiya fonunda yeni artımlar gözlənilir. Bildirilir ki, xüsusilə ərzaq və dərman qiymətlərindəki artımla müqayisədə yeni artımlar tətbiq edilməlidir. Xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Qlobalifo ASA açıqlamasında bununla bağlı yaxın zamanlarda əlavə qərarların olmasının mümkün olmadığını bildirib. Çünki büdcənin formalaşması artıq başa çatıb. Ola bilər ki, iyun ayında büdcəyə yenidən baxılsın və müəyyən dəyişikliklər olsun, amma mövcud indeksləşmə, yəni təqaüdlərin artırılması gözləntilərə cavab vermir. Ümumiyyətlə, Azərbaycanda təqaüdlərin hesablama qaydası həcmi suallar yaradı. Fikrimcə, qanunvericilikdə dəyişikliklər, islahatların olması qaçılmazdır. İqtisadçı bildirib ki, təqaüdlərin hesablanma qaydaları ilə bağlı da iradlar var. Uzun müddətdir müzakirələr getsə də nəticə yoxdur.